Əslində elə fikirləşir, dostlar elə fikirləşirdik ki, bir 110-120 manat civarında ol. Salam, adım Azər, 32 yaşım var, Bakı şəhərində yaşayıram. Neçə saat oturmuşuq təxmini olaraq? Hardasa 1 saat yarımdır. Nə sifariş vermişik? Gürcü xəncəli, soyutma, kefli beçə, bişnəli can əti, əlavə istəklərimiz var, o da gələcək inşallah. O təxmini nə qədər hesabımız olar, təxmin edə bilərik? Bunu onlar hardasa 100-120 belədir. 100-120. Aha, Mən istəyirəm indi bir şey sınayaq. aha. Mən indiyə kimi olan hesabımızı Aha. istəyəcəm. Aha. Görək orada həqiqətən də bu qədər hesab gəlirmi? 1 saat yarım ərzində. A few moments later. 3 weeks later. Deməli Azər bəy, sizin indiyə kimi olan hesabınızı gətirmişəm. Mən istəyirəm siz oxuyasınız burada. Dostlarımız da, sizin oturan dostlarımız da baxsın hesaba. 77 manat 72 qəpik. Razısınız bu hesabına? Həddindən artıq. Biz əslində elə fikirləşir, dostlar elə fikirləşirdik ki, təxminən artısa bir 110-120 manat civarında olar, amma Başqa yerdə olsa, bəli, başqa 90 yerdə. manatdan yuxarı gəlir. Aha, amma burada əla. Əla. Ki bizi təəccübləndirən ən çox burada kefli beçə oldu ki, biz başqa yerdə onu 20 manata yeyirik və yaxud da ki, gürcü xəncəli soyutma başqa yerdə 1 manat, 1 manat 20 qəpik civarında olur, amma burada 50-55 qəpik. Qızartma da hardasa təxmini 65 qəpikdir deyəsən. Sizin izləyicilərinizin hamısına məsləhət görürəm ki, Karibiyanı hər zaman seçin. Keyfiyyət yüksək səviyyədə, xidmət yüksək səviyyədə, interyer yüksək səviyyədə və biz buranı bəyənməsək yəqin ki, bura gəlməzdik. Bəyənirik ki, bura gəldik. Biz burada Ayna Sultanova filialındayıq. Çox sağ olun. Təşəkkür edirəm, sağ olun, nuş olsun. Siz sağ olun, çox sağ olun.